Deməli belə. Deməli biz bu gün danışacağıq feilin təsriflənməyən formalarından. Bir dəfə də yadımıza salırıq. Təsriflənmək sözünün mənası dəyişməkdir və bizim feillərimiz təsriflənən, yəni dəyişən və təsriflənməyən, yəni dəyişməyən olmaqla iki böyük qrupa bölünürdü. Yəni bizim bir qrup feillərimiz hansı ki onları keçib bitirmişik. Feilin şəkilləri idi. Bunlar əmr, xəbər, arzu, vacib, lazım, şərt. Bunlar təsriflənən feilləridir. Yəni şəxsə, kəmiyyətə, zamana görə dəyişən feillərdir. Bugün isə onların tam əksini. Şəxsə, kəmiyyətə, zamana görə dəyişməyən. Hər üçünə görə dəyişməyən. Nə şəxsə, nə kəmiyyətə, nə zamana. Bunlar dəyişmir heç birinə görə. Bunlar hansılardır? Təsriflənməyən feillər başlıq altındadır. Məsdərdir, feili sifətdir, feili bağlamadır. Mən həmişə demişəm, biz məsələn evə bal alırıq. Bir var təmiz bal, yəni qatqısız bal, bir var da aləm dəyib burada bir-birinə. Təmiz, orijinal bal, təmiz feil, feilin şəkilləri idi. Bunlar təmiz feil deyil, qarışıq feildir. Özünüz də görəcəksiniz. Məsdər həm feilin, təbii ki, feilin bir növ olduğu üçün feilin, həm də ismin xüsusiyyətini daşıyır. Bu isimləşmə sayılmır ha. Şaşarsınız, elə bilərsiniz, məsdər ismin sualına cavab verir deyənə bu isimləşib. Yox. Sadəcə iki nitq hissəsinin xüsusiyyətini daşıyır. Həm feilin, təbii ki, feilin bir növüdür ona görə, həm də ismin. Sonra feili sifət, həm feilin, hamısı bunlar üçü də feil olduğu üçün feilin xüsusiyyətini daşıyır da. Bir də sifətin, feili bağlama da ki, həm feilin, həm də zərfin xüsusiyyətini daşıyır. Mən sizə bəri başdan keçən dəfədə dedim ki, əgər zərfi öyrənmək istəyirsinizsə, zəhmət çəkin, feili bağlamanın şəkilçilərini öyrənin. Ümid edirəm ki, siz zamanında bunu öyrənmişsiniz. Burada bir gün sizə rahat olacaq. Birinci, nəyə fikir verməyinizi istəyirəm? Fikir verirsiniz, bu cədvəl rahatdır. Feilin təsvirlərinin, təsvirlənməyən formaların fərqidir. Məsdər, feil, sifət, feili bağlamanın feilin şəkillərinə fərqidir. Bu rahatdır. Bizə bax, bu lazımdır. Bax, məslərin şəkilçisi maqməkdir. Bəzən q-k düşür və üçüncü şəxsi mənsubiyyət şəkilçisini qəbul edir. Ması formasında görünür. Məsələn, Asifin oxumağı, q orada intir olur oxuması. Nə bilim, Rəşidin danışmağı, o q oradan çıxır, olur Rəşidin danışması. Yəni, ması formasında gördüyünüz şəkilçi də məslər şəkilçisi kimi götürülə bilər. Yəni, orada ma ayrıdır, s ayrısı mənsubiyyətdir, ma da orada bizim şəkilçimiz. Yəni, maqməkdir, bir də ması formasında gördüklərimizdə məslər şəkilçi götürürük. Bu arada həm məslərin, həm feili sifətin, həm də feili bağlamanın şəkilçiləri amin qrammatikdir, hamısı. Feilin şəkilləri də qrammatik. Nəysə, bir şeyə diqqət çəkmək istəyirəm. Görürsünüz, yazır məslərin feilə aid xüsusiyyəti, sonra yazır məslərin ismə aid xüsusiyyəti. Bu məslərin feilə aid xüsusiyyətini görürsünüz. Burada bəndlər var da, filan şeylər. Bu hissə, yəni feilə aid xüsusiyyət, feili sifətdə də eynidir. Feili sifətin də feilə aid xüsusiyyəti olacaq da, orada da belə cədvəl olacaq. Feili sifətin feilə aid xüsusiyyəti, feili sifətin həm sifətə aid xüsusiyyəti. Sonra feili bağlamada da eyni şeydir. Feili bağlamanın feilə aid xüsusiyyəti, feili bağlamanın zərfə aid xüsusiyyətləri. Bu feilə aid xüsusiyyətlər demək olar ki, aşağı-yuxarı eynidir. Bir bənd fərq eləyə bilər. Burada da yazacaq hərəkət bildirir, feili sifətdə də, feili bağlamada da. Burada da yazacaq təsdiq inkar olur, feili sifətdə də yazacaq, feili çünki feildir də. Eyni zamanda feilin müxtəlif qrammatik məna növlərində olur, yəni məhsul, qayıdış. Məsələn, yazış sözü qarşılıq bilgəli növdür, düzdür? Yazışmaq olsa məsdərdir, yazışan olsa feili sifətdir, yazışa olsa feili bağlamadır. Sonra yazacaq ki, məsələn, tərkib əmələ gətirə bilir. Feili birləşmələr var, söz birləşmələri, məsdər tərkibi, feili sifət tərkibi, feili bağlama tərkibi. Yəni, məslərin də feili aid xüsusiyyətləri aşağı-yuxarı eynidir, yenə deyirəm. Bir bənd haradasa fərq eləyə bilər. Amma ümumilikdə feili aid xüsusiyyət, məsdərdə də, feili sifətdə də, feili bağlamada eynidir. Yəni, bu hissəni siz hər dəfə ayrı-ayrı demək olar ki, öyrənməli olmayacaqsınız. Üst-üstə düşəcək çoxu. Hərəkət bildirməyi, təsdiq inkar olmağı, sonra müxtəlif qrammatik məna növlərində olmağı, tərkib əmələ gətirməyi, bu kimi şeylər 90% üst-üstə düşəcək. Yaxşımı? İndi baxırıq. Bir dəfə bunu analiz eləyirik, o birislərdə də eyni olacaq. Məsdər feilə hansı xüsusiyyətlərinə görə oxşayır? Hərəkət bildirir. Amma digər feillərdən fərqli olaraq hərəkətin adını bildirir. Oxumaq bizim gördüyümüz işin adıdır. Oxuyur hərəkətin özüdür. Oxumaq isə bizim gördüyümüz işin adıdır. Hərəkət bildirir. Təsdiq və inkarda olur. Yəni, inkar şəkilçisi olan maqməki qəbul edir. Yazmaq, yazmamaq, danışmaq, danışmamaq. O feili sifətdə də belə olacaq. Oxuyan, oxumayan, danışan, danışmayan.
Yadınıza gəlir, anla ağanı fərqləndirmək üçün inkar eləyirdi. Yadınıza gəlir, gülən, güləyən, qaçan, qaçağan inkar niyə eləyirdi? Çünki feil hərəkət bildirir, inkar oluna bilir, sifətsə yox. Hə, sonra qrammatik məna növlərində olur. Qrammatik nə? Məsələn, məhsul növ. Deyək ki, yazılmaq məhsul növdür, düzdür? Yazışmaq, qarşılıq bilgəli növdür. Yazdırmaq, icbar növdür, düzdür? Məsələn, baxılmaq, şəxssiz növdür. Gülmək məlum növdür. Bu formada növlərə görə ayıra bilərsiniz. Sonra məstər də tərkib əmələ gətirə bilər. Tərkib nə deməkdir? Mən əvvəllər bunu bir dəfə izah eləmişim. Tərkib yaratmaq, loru dildə isə dəstə yaratmaqdır. Siz bəlkə də o illəri xatırlamazsınız. Məsələn, mənim uşaq olduğum dövrdə, mən bunu bir dəfə danışmışam. Haradasa siz yaşda olanda bu kənd toylarında xələt vermək var idi. Məsələn, bir var deyirlər ki, gəlsin xələt versin Asif. Asif onda tək gedirdi. O vaxtın pulu ilə bir şirvanla 5 manat, 1 manat atırdı, qaydırdı yerinə. Bir də deyirlər ki, biraz belə hörmətli, izzətli, kuruğu-muruğu olan adamlara deyirlər ki, gəlsin xələt versin Asifin dəstəsi. Asif belə lotu əlində 5 manatla, o vaxtın pulu 5 manatdır. Gedirdi qabaqda, 3-4 nəfər də onun kimi düşürlər onun dalınca gedir. Bu məstər bildiyimiz tək olandır. Amma tərkib isə artıq onun arxasında müəyyən sözlər toplanır. Loru desə dəstə yaradır da, kuruq yaradır. Bir var qatar tək gedir, bir var qatar arxasınca vaqonlar. Ördək nətər gedir, balalar danışır. O formada. Başa düşdünüz? Məstər tərkibi bu deməkdir. Məsələn, oxumaq maraqlıdır. Maraqlı olan nədir? Oxumaq. Bu bizim məstərimizdir. Amma riyaziyyatı oxumaq maraqlı. Yenə maraqlı olan nədir? Riyaziyyatı oxumaq. Artıq riyaziyyatı oxumaq adlanır məstər tərkibi. Hardan bilirik bu tərkibdir? Hardan bilirik bu riyaziyyatı sözü məstərin içindədir? Çünki biz deyə bilmərik, riyaziyyatı maraqlıdır. Sənin riyaziyyatı oxumaq maraqlıdır. Bir şey yaddan çıxarmayın. Tərkiblər bir suala cavab verir. Başa düşdün? Məsələn, dərs oxuyan qız gəlir. Gələn kimdir? Qız. Hansı qız? Bir var oxuyan qız, bir var dərs oxuyan qız. Dərs gəlir olmaz, dərs qız gəlir olmaz. Bu dərs oxumağa aiddir. Bu məntiqlə tutursunuz ki, bu tərkibdir. Bax, yenə deyirəm, tərkiblər bir suala cavab verir, Amir. Başa düşdünüz? Bir suala cavab, bütün bilən suala cavab verir. Dünən evə çatanda yıxıldım. Nə vaxt yıxıldım? Dünən yıxıldım yox, dünən evə çatmışsan, sonra yıxılmışsan. Dünən çatmışsan, evə çatmışsan, fikir verirsiniz, dünən evə çatanda. Anda feili bağlamağa tərkibi yaradım. Biz bu tərkiblərlə bağlı qısa danışırıq, çünki bu əsl mövzusu söz birləşmələrindədir. Biz söz birləşmələrində onu bölərik. İsmi birləşmə, feili birləşmə, orada feili birləşmə adı altında bu genişliyi ilə danışacağıq. Mən sadəcə qısa bir demək istəyirəm ki, məsələn, oxumaq məstərdirsə, kitab oxumaq məstər tərkibidir. Yazmaq, deyək ki, məstərdirsə, ədəbiyyatı yazmaq artıq məstər tərkibidir. Hardan bilirik? Bu yazmaq sözü, ədəbiyyat sözü yazmaqla bağlıdır və ən əsas məsələ o 3 söz, 2 söz bir yerdə bir tək suala cavab verir. Başa düşdün? Hə, indi gəlirik nəyə? Bu məstərin feili aid xüsusiyyətidir, düzdür? Bu cədvəldə isə məstərin, yəni bir məstərimiz var ortada. Mən bunu həmişə izah eləyəndə övladlarla izah edirəm. Məsələn, hər bir övlad, hər bir uşaq bəzi xüsusiyyətlərinə görə, bəzi xarakterik ya, görünüş olaraq, məsələn, valideynlə atasına oxşuyur, bəzilərinə anasına oxşuyur da. Məsələn, kimsə deyək ki, boyuna görə atasına oxşuyur, məsələn, şərt olaraq deyirəm də. Bunu niyə danışıram ki, burada sizi necə aldadacaqlar, ora gəlirəm. Bax, deyək ki, məsələn, X bir adam, deyək ki, bizim Vəli adlı bir dənə uşağımız var. O Vəli boyuna buxununa görə atasına oxşuyur, gözünün rənginə görə anasına oxşuyur. Biz deyirik ki, Vəli gözünün rənginə görə atasına oxşuyur. Biz axı başqa cür dedik. Düzdür, həqiqətən bu Vəli gözünün rənginə görə kiməsə oxşuyur. Bu oxşatma fikir, amma kim məsələsində səhvə yol verdi. Bunun bizim məstərə nə aidiyyatı var? Bax, məsələn, məstər hallanır. Nə kimi? Yazır feil kimi. Və yaxud da yazır məstər isim kimi tərkib əmələ gətirir. Xeyr, məstər feil kimi tərkib əmələ gətirir. Yəni, fikir düzdür. Həqiqətən siz onu bu cədvəlin hansısa birində görmüsünüz, amma hansı birində görməyi səhv eləmişsiniz. Yazır məstər, məstərin feili aid xüsusiyyətlərindən biri yanlışdır. Cavab çıxır ki, məstər mənsubiyyətə görə dəyişir. Deyir, bu nədir? Sual səhvdir. Məstər mənsubiyyətə görə dəyişir də. Dəyişir, feil kimi yox da, isim kimi. Başa düşdünüz? Çatdı mən nə demək istəyirəm? Fikir düz olur, amma ismə mi oxşuyur, feilə mi oxşuyur, yoxsa ismə? Bu cədvəli qarışdırır.
buradakı şeyi bunun adına yazır, buradakı fikri bunun adına yazır. Siz dediyiniz ki, cədvəldə görmüşəm. Yazılır, məsdər feil kimi hallanır. Şərtdə yazılır ki, məslərin feili aid xüsusiyyətlərindən biri yanlışdır, cavab çıxır hallanmaq. Uşaq da feili aid xüsusiyyəti söhbətini yaddan çıxarır, fikirləşir ki, məslər hallanır, axı, biraz ümumi baxır da. Da fikirləşmir ki, axı, məslər ismə aid xüsusiyyəti, yəni isim kimi hallanır da, çünki hallanmaq isimdədir. Feildə axı hallanmaq yoxdur. Bax, bu hissədə detallı olaraq, bu cədvəlin, bu məsələnin ən çətin yeri buradır. Uşaq məsələnin dərinliyinə baxmır, deyir, məsələn, məslər, nə bilim, feil kimi üçün şəxsi mənsubiyyətini qəbul edir. Feil mənsubiyyət qəbul edir, isim mənsubiyyət qəbul edir də. Çatdı mən bu dedikləri. İndi qulaqsın, getdik. Sonra, məslər hallanır, rahatdır, oxumağa. Bu rahatdır. Bax, buna fikir vermək lazımdır. Bir, gör nə yazır? Məslər, ism aid xüsusiyyətlərindən biri nədir? Mənsubiyyətə görə dəyişir. Biz bu cümlələri qoyuruq qırağa. Özümüzdən bir dənə məslər götürürük. Məsələn, deyək ki, qaçmaq. Mənim qaçmağım yaxşıdır, sənin qaçmağın pisdir. Onun qaçmağı, bizim qaçmağımız, sizin qaçmağımız, onların qaçmaqları. Görürsünüz, bütün şəxslərin, mənə də, sənə də, oya da, bizə də, sizə də, onların da mənsubiyyətini qəbul edirlər. Düzdür? Deməli, məslər mənsubiyyətə görə dəyişir hansı şəxslərdə? Bütün şəxslərdə. Razısınız? Çünki nümunə oldu da, məsələn, yazmaq. Mənim yazmağım, sənin yazmağın, onun yazmağı, bizim yazmağımız, sizin yazmağımız, onların yazmaqları. Alındı, alındı. İndi gəlirik, bunu oxuyuruq. Burada yazmayıb bütün şəxslər üzrə. Mən sizə deyirəm ki, bütün şəxslər üzrə. Kitabınızda bir möntərizə açıb yaza bilərsiniz. Mənsubiyyətə görə dəyişib, bir dənə balaca oxuyun, bütün şəxslər üzrə. Yazmayıblarsa da qeyd edin. İndi buranın altını oxuyun. Yalnız üçüncü şəxsin xəbərli şəxs şəkilçisini qəbul edir. Bu nə deməkdir? Bir məsdəri mənim xəbərim kimi verə bilməzsən, mən oxumağam. Mən yazmağam, sən yazmaqsan, o oxumaqdır. Olur. Evdə sizə deyiblər, o oxumaqdır, oxuyursunuz. Aysa, o oxumaqdır. Bu oxumaq deyil, əsl oxumaq budur. Belə sözə baxanda da söz yox, cümlə yox. Niyə ki? O oxumaqdır, oxuyursan, ha, bala? Dərsləri oxu. Heç deməyiblər sənə. Ona oxumaq da deməyiblər. Heç eşitmə, o qədər yəni elə danışır, elə 600 bal. 600 bal yığırsınız. Asi, ona oxumaq da oxuyursan. O oxumaqdır, görürsünüz. Belə şey ancaq, onu deyir də, yalnız üçüncü şəxsin, o da təkinin, ha, onlar oxumaqlardır, belə şey olmur. Mən oxumağam, biz oxumağıq, siz oxumaqsınız, belə şey olmur. Ona görə bunları fikirlərini dəyişdirir. Yazır məsdər, yalnız üçüncü şəxsin mənsubiyyətini qəbul edir. Səhvdir, bütün şəxsləri. Burada da yazır ki, məslər bütün şəxslərin xəbərli şəxs şəklini qəbul edir. Hə, bu şey getdi. Gözləyin düzələcəyini. Arada bu boşluq olur, siqnal gedir. Boş verin. Bu məsələdə də diqqətli olarsınız. Sonra məsdər mübtəda ola bilər. Məsələn, oxumaq maraqlıdır, nə maraqlıdır? Oxumağı sevirəm, nəyi sevirəm, tamamlıq. Bu zəflik məsələsinə də toxunum. Maqdan sonra üçün gələndə məqsəd zəfliyi olur. Oxumaq üçün gəlmişəm. Yəqin ki, siz də məqsədiniz oxumaqdır deyənə, bura oxumaq üçün gəlmişsiniz. Eyni zamanda məsdər müəyyən hal şəkillərini qəbul edib, səbəb məqsəd zəfliyi ola bilər. Məsələn, oxumaqdan gözləri şişib, özünüzə götürməyin. Məsələn, lətifə sizdən uzaq. Məsələn, niyə bunun gözü şişib oxumaqdan? Gözü məsdər çıxışlıq halda səbəb mənası verə bilər. Və yaxud da tam ki, amir evdən çıxanda deyir ki, mən oxumağa gedirəm. Məqsəd zəfliyidir. Mən nə məqsəddən gedirəm? Oxumağa. Yəni, müxtəlif zəfliklər ola bilər. Sonra qoşmalarla işlələ bilir. Oxumaq üçün, oxumağa görə, oxumaqdan ötürü. Oxumaq ilə özümə çörək qazanıram. İlə qoşmadır burada. Bu belə. Hallanmaq rahatdır. Bir də əşyan, bir dənə də bu suala, buna fikir verərsiniz. Bir də bir testdə qabağıma çıxır, yazıb məsdər ismi suallarına cavab verir. Səhvdir, çünki cəmi bir dənə sualına cavab verir. Onlara fikir verməyən uşaq deyir ki, düzdür də. Elə deyil axı. Bir dənə suala lar düşmür axı. Sonra, lüğətlərdə normalda məsdər formasında verilir. Burada bir anormallıq var. Anormallıq yox deyə. Bir ara bizim vaxtımızda belə bir maraqlı bir sual düşürdü. Uşaqlar, lüğətlərdə sözlər qrammatik şəkilsiz verilir normalda. Başlanğıc forma ilə verilir.
Yəni başdan sona nə deməkdir? Orada qrammatik olmur. Amma məstər feillər lüğətlərdə necə verilir? Məstər formasında. Məstər şəkilçisi nədir? Qrammatik. Yəni bu feillərdə əsasən belə olur da, başqa nitq hissələrində belə olmur. Yəni bəzən lüğətlərdə, bəzən yox, lüğətlərdə feillər, yəni məstər formasında verildiyi üçün orada qrammatik şəkilçisini görəcəksiniz. Başa düşdünüz? Sonra gəlirik nəyə? Nəyə? Bax, bu dediyim xüsusən 3-cü qruplara aiddir. Xüsusən 3-cü qruplara aiddir. Digərlərdə qulaq assa yaxşıdır. Məstərin özünə məxsus olmayan iki xüsusiyyəti var. Yəni nə deməkdir? Normalda məstər bunu eləməməlidir, amma eləyir. Məsələn, tutalım ki, məsələn, şərti olaraq deyirəm, Zəhra həyatda odun doğramamalıdır. Xanımdır da, qınca. Amma indi elə olur ki, bir gün götürüb baltanı həyatda odun doğrayır. Asif mətbəxdə yemək bişirməməlidir. Evdə xanım var, qadın var, ana var, bacı var, onlar bişirməlidir. Amma indi elə vəziyyət yaranır ki, Asif məcbur özü üçün pomidor yumurta bişirir. Nə olmaz eləmişdir, burada gülməli bir şey yoxdur. Yəni, onun işi deyil, amma... Mənə kim pis baxır? Hə, qılasın. Onun işi deyil, normalda biz adət eləməmişik onu belə eləməyə, belə görməyə, amma elə bir şey eləyir. Bu iki dənə şeydir. Biri morfologiyada olan bir şeydir, morfoloji xüsusiyyətdir, biri sintaktik xüsusiyyətdir. Morfoloji xüsusiyyət odur ki, normalda məstərə cəm şəkilçisi artırılmır. Oxumaqlar, danışmaqlar, qaçmaqlar, gülməklər çox şit səslənir, həqiqətən. Amma istisna vəziyyətdə ola bilir. Məsələn, bu uşaqların oxumaqları, qara köynəklər. Bu ağ günə çıxır. 1, 2, 3, 4. Deyirəm, bu uşaqların oxumaqları heç mənim xoşuma gəlmir. Bəzən sinifdə müəllim məsələləri deyir, onların o qışqırmaqları mənim başıma düşür. Onların danışmaqları məni narahat edir. Yəni, istisna vəziyyətdə məstər cəmlənə bilir. Desələr, məstər normalda yəni, cəmlənmir. Düzdür, heç vaxt cəmlənmir, səhvdir, çünki istisna var. Biz heç vaxt deyəndə elə bir istisnanın da üstündən xət çəkirik də, bu belə olmaz. Bax, yenə deyirəm, məstər cəmlənmir. Düzdür, heç vaxt cəmlənmir, səhvdir, çünki istisna var. Yəni, məstərin özünə məxsus olmayan xüsusiyyəti deyəndə, morfoloji söhbət gedirsə, ümumi deyirsə, bu dediyim ikisini də götürə bilərsə, hansı çıxacaq qabağınıza. Amma morfoloji desə, cəmlənməyə axtarsın. Bir də, fikir verdiniz, bayaqları dedi ki, məstər mübtəda ola bilər, tamamlıq ola bilər, zəflik ola bilər, ismi xəbər ola bilər. Burada olmayan nə idi? Təyin. Burada gör nə yazıb? Təyin kimi işlənmə məstərin özünə aid olmayan sintaktik vəzifəsidir. Müəllim, heç vaxt təyin ola bilməz, dirəşib onu təyin edə bilmərik, bilərik. Qoşmanın hesabına. Məsələn, hamınız deyirsiniz ki, Azərbaycan dilini oxumaq kimi gözəl hiss yoxdur. Eyvallah. Yalansa. Məsələn, Amir deyir ki, mətn yazmaq kimi gözəl vərdiş yoxdur. Yoxdur, nə vərdiş? Necə vərdiş? Mətn yazmaq kimi. Yəni, normalda məstər təyin olmamalı idi. Bu, onun üçün xarakterik deyil. Görürsünüz, burada da o yer almayıb. Amma istisna vəziyyətdə məstər təyin ola bilər. Aydındır bu. Başqa belə məstərdə belə qeyri-adi bir şey qalmayıb. Keçirik fe'li sifətə. Deməli, qulam, bir dəqiqə. Uşaqlar, bax, fikir verirsiniz, yenə də bir cədvəl verib, fe'li sifətin fe'li aid xüsusiyyəti, fe'li sifətin sifətə aid xüsusiyyəti. Fikir verirsiniz, bax, əksər şeylər üst-üstə düşəcək. Hərəkət bildirir, yenə var. Təsdiq, inkar feildə olacaq. Qrammatik məna növü olacaq. Sonra müəyyən sözlərlə əlaqəyə girib tərkib əmələ gətirəcək fe'li sifəti, o da olacaq. Bir dənə fərqli məqam var, zaman mənası bildirir. Baxın, uşaqlar, biz başlayanda nə demişik? Bu çox uşaqları qarışdırır, çaşdırır. Biz bir dənə bunların altından xət çəkim, o sizə deyəcəm. Bax, zaman mənalı, bir dəqiqə. Zaman mənalı, bir də zaman, indi başa salacam bu nə məsələdir. Uşaqlar, biz başlayanda nə dedik? Dedik, məstər, fe'li sifət, fe'li bağlama, şəxsə, kəmiyyətə, zamana görə dəyişmir. Deməli, burada gördüyünüz keçmiş, nə bilim, indiki, gələcək, bunlar zaman şəkilçisi deyil. Özünüz də görürsünüz, burada zaman şəkilçisi yoxdur.
Amonim şəkilçi var ya, mış fe'li sifətdə də var, nə bilim zamanda da var, acaq gələcək zamanda var, fe'li sifətdə var. Yəni buradakı mışı görüb, buradakı acağı görüb və burada zaman sözlərini görüb, elə bilməyəsiniz, ha, bunlar zamana görə dəyişir. Burada yazmayıb, keçmiş zamandadır, yazıb zaman mənalıdır. Yəni oturub fikirləşəndə, mənasına baxanda biraz keçmişlik hiss olunur. Tutalım ki, oxuyan qız indiki zaman mənalıdır. An ən indiki zaman şəkilçisidir ki, zaman şəkilçisi ördür. Yəni bu sizi aldatmasın. Sonra deyərsiniz müəllim səhv demişdi, yox da bizə səhv öyrədiblər. Ya biz səhv başa, ya müəllim demiş ki, bunlar şəxsi əhəmiyyətə zamana görə dəyişmir. Səhv deyirlər, axı dəyişir. Xeyr, bu zamana görə dəyişmir. Çünki bunların heç biri zaman şəkilçisi deyil. Yenə deyirəm, ortaq şəkilçilər var, amonim şəkilçisi. Amma buradakı mış zaman şəkilçisi deyil. Buradakı acaq əcək zaman şəkilçisi deyil uşaqlar. Başa düşdünüz? Buradakılar da zamana görə dəyişməyib. Zaman mənalıdır. Bu nə deməkdir? Fe'li sifətin 6 dənə şəkilçisi var. 2 dənəsi mışla dığım. Dığım məsələn tutam keçmiş zaman şəkilçisi yoxdur. Dıq filis mənsibiyyət, ayso. Burada mənalı deyir, mənalı. Məsələn tutam Rəşid deyir ki, yazdığım testləri gətirməmişəm. Bu oturub fikirləşirik bu yazdığım sözünün üzərində. Bu indi yazıb, gələcəkdə yazacaq, yoxsa artıq yazıb? Artıq yazıb ki, gətirməyib də, yadından çıxıb. Düzdür? Məsələn, tutam ki, bişirdiyim yemək dadlı idi. Bu yeməyi sən artıq bişirmirsən də, keçmişdə ki, bu hələ bir dadlı da olub. Ona görə deyirik ki, və yaxud da oxumuş adam başqa cür olur, savadlı olur olar. Bu indi oxumur, gələcəkdə oxumayacaq. Bu artıq oxuyub. Düzdür? Məsələn, tutam, dərsdən qaçmış uşaqları çağırın bura. Bu indi qaçmır, gələcəkdə qaçmayacaq. Bu artıq qaçıb. Başa düşdünüz? Yenə deyirəm. Mış və dığım keçmiş zaman mənalıdır. Zaman mənalıdır. Keçmiş zamanda deyil. Yaxşı, çaşdınız bu mışı götürdünüz keçmiş zaman şəkilçisi. Bu düzgün deyil, top götürdünüz də. Bax, dığımı nə edəcəksiniz? Belə bir zaman var. Siz bunu dərk edin ki, bunlar zamana görə dəyişmir. Sonra an ən indiki zaman mənalıdır. Məsələn, gülən qız. O demək ki, bu indi gülür. Və yaxud da ağlayan uşaq. Bu indi ağlayır. Qaçan oğlan. Bu indi qaçır. Aslında hərəkət yoxdur. Niyə ki, hərəkət yoxdur? Qaçır da bu. Məsələn, oxumuş kitabda var. Hə, indiki zaman yoxdur. Hə, onunla razıyam. İndi o... Hə, başa düşdüm. Hə, bunu başa düşdünüz. Sonra acaqdır, asıdır, malıdır. Bunlar da gələcək zaman məzmunludur. Baxın, məsələn, bir dənə bunu müqayisə eləyin. Yazılmış dəftərlər, yazılacaq dəftərlər. Yəni, müqayisə eləyin. Yazılmış dəftər o demək ki, bunu keçmişdə yazmısan. Yazılacaq testlər o demək ki, sən hələ bunu yazmamısan. Məsələn, evə girəndə, məsələn, girirsən ki, görüləcək nə qədər işim var. Yəni, bu demək ki, hələ görməmsən də, bundan sonra görəcəksən. İşi qutarandan sən nə qədər görmüş işim var. Yəni, görmüşəm də artıq. Başa düşdünüz? Bu belə. Oxunmalı kitab, oxunası kitab. Mən bunu keçən dərsdə demişəm, bir dəfə də deyirəm. Mış, acaq, ası, malı. Bu 4 şəkilçi fe'lin şəkillərində də var idi. Mışla acaq zamanda var idi. Ası lazım idi, malı məli də vacibdir. Bunları o fe'lin şəkillərindən fərqləndirmək üçün sizə yol demişdim. Fe'li sifət hansı suala cavab verir? Sifətin. Ay sual. Necə, nəcür hansı? Sən bu 4 şəkilçili sözlər necə, nəcür sualını, hansı sualını verirsənsə, fe'li sifətdir, vermirsənsə başqa bir şeydir. Nədirsə bu deyil. Məsələn, gəl müqayisə eləyək. Mən dərslərimi oxumuşam, nə etmişəm? Zaman şəkilçidir. Yazılmış testləri gətirin, hansı testləri? Fe'li sifətdir. Və yaxud da acaq. Məsələn, mən bugün kabab yiyəcəm. Nə edəcəm? Gələcəkdə yiyəcəksən. Bu zaman şəkilçisidir. Məsələn, deyək ki, yazılacaq testlərim var. Necə, nəcür, hansı testlərim var? Fe'li sifətdir. Ası, mən bugün, deyək ki, dərsə gedəsiyəm. Lazım şəklidir. Amma gedəsi yerim çoxdur. Necə, nəcür, hansı yerim çoxdur? Bu artıq fe'li sifətdir. Malı, məli. Mən dərslərimi oxumalıyam. Vacibdir, işin vacibliyini bildirir. Yazılmalı testlərim var. Necə, nəcür, hansı testlərim var? Başa düşdünüz? Bunu bu cür ayıra bilərsiniz. Sonra sualın üstündə qalırsa, fe'lin şəkillərinin şəkilçisidir, qalmırsa, bu şəkilçisidir. Belə də tapa bilərsiniz. Necə? Məsələn, dərslərimi oxumuşam. Nə etmişəm? Oxumuşam, etmişəm. Fikir versiniz, zaman şəkilçisi olanda sualın üstündə qalır. Amma fe'li sifətin sualı, sifətin sualı olduğu üçün necə, nəcürdür? Bu sualın üstündə görənmirsə o şəkilçini. Bax, bir dənə mən təzdən deyirəm. Bax, mən dərslərimi oxuyacağam. Sual versən, nə edəcəyim? O acağam, burada da var.
Sualın üstündə də var. Bu zaman şəkilçisidir. Amma yazılacaq testlər, nə ediləcək testlər demirsən ki, deyirsən necə nə cür testlər? Sualın üstündə qalmadı. O zaman fe'li sifət şəkilçisidir. Başa düşdünüz? Belə də tapa bilir. Ən rahatı valla sifətin sualını verdiniz. Fe'li sifətdir, vermədiniz başqa şeydir. Yəni fe'li sifət deyil. Yaxşı. Sonra mış fe'li bağlamada da var. Bəzi kitablarda yazırlar, bəzilərində yazmırlar. Müəllim necə ayıracaq? Fe'li bağlamanın başqa şəkillərini onun yerinə qoyarıq. Məsələn, fe'li bağlamada deyəcəm. Gecədən xeyli keçmiş, keçəndə, keçdikdə, keçərkən görürsünüz? Hamısı fe'li bağlama şəkilləri idi. Sonra uşaqlar, burada yenə də eyni söhbəti eləyirlər adamla. Yazır, bir də üzr istəyirəm. Yazır ki, fe'li sifətin sifətə aid xüsusiyyətlərindən biri yanlışdır. Cavab çıxır tərkib əmələ gətirmə. Deyir, niyə? Fe'li sifət tərkib əmələ gətirir də. Gətirir kimi, gətirir, fe'l kimi gətirir də. Sifət kimi yox. Yazır fe'li sifətin, məsələn, fe'lə aid xüsusiyyətlərindən biri yanlışdır. Yazır cümlədə təyin olmaq. Bəli, fe'li sifət təyin olur, amma fe'l kimi yox da, sifət kimi. Həmin bayaq dediyim məsələ burada da keçərlidir. Fikir düzdür, oxşarlıq düzdür, amma bu xüsusiyyətinə görə fe'lə mi oxşuyub, yoxsa sifətə mi? Bunları qarışdırır. Ki, sən çaşasın. Şu anda biraz dərinliklə baxmır, deyirək, var idi o cədvəldə. Da fikirləşmir ki, hansında var idi. Başa düşdü, bu detaldır, buna fikir verin. Sonra bunu dedik. Bu şeylərə fikir verin. Dondurmalı piroq. Don sözündən dondur. Sonra yaranıb dondurma. Bu dondurmasız piroq da ola bilər də, L'nın yerinə siz qoyurdu. Bu sizin malı kimi gördüyünüz əslində iki ayrı-ayrı leksik şəkilçisidir. Başa düşdünüz? Bax, qovurmalı aş. Bu Shrekdə bir dənə şey var, çəkməli pişik. Keçən ildə onu demişəm. Çəkməni ayağa nə edirlər? Çəkirlər. Biz yuxarıdan geyinirik, bunu belə geyinirlər. Otururlar. Çəkmə bizim bildiyimiz o İran qalışı yox ha. O 100 manatlıq, 200 manatlıq o nə deyirsən ona qızlar geyinir? Sapaşki deyirlər, nə deyirlər? Onlar da çəkmə sayılır əslində. Çəkmə deyəndə o altı sarı belə bu qalınlıqda fəhlə çəkməsindən söhbət getmir ha. Əslində onu belə incə xanımlar bu formada otururlar, onu ayağa çəkirlər də. Yəni başa düşdünüz? Çəkirsən ayağa, nə olur? Çəkmə olur. Çəkmə isimdir. İndi çəkməli bir şeydirsə, çəkməsiz də bir şey ola bilər. Yəni çəkmə olmaz bunun ayağında. Başa düşdünüz? Oradakı L əslində sifət şəkilçisidir. Başa düşdünüz? Qovurmalı aş, qovurmasız aş ola bilər. Yoxdur, üstündə yox, boş plov qoyublar qabağımıza. Bu belə, yəni bu şeylərdə malını görüb, əslində bu malı iki ayrı leksik şəkilçisidir. Biri ma isim cəldən vurma, bölmə, nə bilim, dondurma, həmin o madır. L da ki, bildiyimiz sifət L'dır. Yaxşı? Bundan ehtiyatlı olasınız. Bu formada da sual var. Sonra burada oxşar fərqli cəhətləri verib. Bu nə məsələdir? Bu məsələ nə məsələdir? Yadınıza gəlir, mən bu söhbəti eləmişəm sizlə. Bax, küsən qız, küsəyən qız. Bir dəfə də bu məsələyə toxunaq. Bunu əslində sifətdə danışmışıq, bir də danışmaq istəyirəm. Sifətdə belə bir şəkilçi vardı. Ağan, əyən. Küsəyən, güləyən, qaçağan, düzdür. Belə bir şəkilçi də vardı. Qan, kən, dalaşqan, sürüşkən. Oradakı şəkilçi ağan, əyən, qan, kəndir və leksikdir. Fe'li sifətdə isə boş, an, əndir və qrammatikdir. Müəllim, bəs niyə bunu çaşacaq? Ona görə çaşacaqsınız ki, o sifətdir, düzəltmə sifətdir, bu fe'li sifətdir, suallar eyni daxil. Necə? Nə cür? Eyni şeydir. Biz bunu 3 yolla tapa bilərik. Mən bunu danışmışam sizə, yenə danışıram. 1. Ən böyük biclik düzlüydür, valla. Kökə şəkilçiyə ayırırsınız. Küs sözündə an, ən. An, ən nə şəkilçisidir? Fe'li sifət. İndiki zaman mənalı fe'li sifət. Belə demək istəyir, neyən ki? Burada isə küs sözündə ağan, əyəndir. Deməli, sifət yaradan leksik şəkilçidir. Fe'li artırılıb, amma nəticədə sifət yaranıb. Bu birinci yol. İkinci yol. Yenə burada elə bir söz yazıb ki, küsəyənlə güləyəni biraz inkar eləmək çətindir, amma olsun. Küsməyən olur. Burada isə gələk küsməmə əyən ola. Belə bir şey ola da. İnkar olursa nə olurdu? İnkar, sifət durub inkar olunması deyil ki. Qırmızını inkar edə bilərsiniz. İnkar olunursa fe'li sifətdir. Fe'l var orada. İnkar olunmursa sifətdir. Fe'ldən yaransa da nəticədə sifətdir. Bir də belə bir şey də tapa bilərsiniz. Belə bir şeyə də fikir verə bilərsiniz. İnşallah sifəti keçəndə biz nə demişik? Demişik ki, sifət əşyanın əlamət və ya keyfiyyətini bildirir. Düzdür?
İndi oturub fikirləşirik. Bax, küsən qız, küsəyən qız. Küsən bir insanın əlamət və keyfiyyətidir, yoxsa küsəyən? Küsəyən. Çünki niyə? Məsələn, deyirəm ki, tutam, məsələn də, məsələn, sən indiyə kimi məndən küsməmsən. İndi mən sənə xətirvə deyirəm, sən məndən küsürsən, çevrilib gedirsən də, mən Rahimlə danışmayacam, o yandan, mən də tutam ki, Zeynəbə deyirəm, Zeynəb, ged o küsən qızı çağır bura. Bu, indi küsüb də, bu hərəkət baş verib. Bir də ola bilər ki, məsələn, tutam ki, məsələn, deyək ki, Nərmin küsəyən qızdır. O, indi məndən küsməyib, məsələn, bu insan xarakteri belədir. Hellə küsür, ay sağ ol. Bax, tutalım ki, qaçan atla, qaçağan atı bir dənə müqayisə eləyin. Həmişə qaçan ata nə deyirlər? Qaçağan. Bax, ağlayan uşaq, ağlağan uşaq. Ağlayan uşaq demək ki, bu dəqiqə ağlayır. Bəlkə bunun 4 yaşı var, indiyə kimi ağlamayıb. Birinci ağlamaydı. Və indi onu eləyir, sən o ağlayan uşağa, deyək ki, soska verin. Bu, indi baş verir. Ağlağan uşaq o deməkdir ki, bu elə bir saatdan bir elə zırıldayır. Bunun təbiəti belədir. Yəni, daimi əlamət və keyfiyyət olanda, buna keyfiyyət deyək də, əlamət deməyək. Çünki bunun təbiəti belədir. O olur sifət, amma bu dəqiqə hərəkət baş verir. Məsələn, dalaşan oğlan, deyəm ki, mən girirəm koridora, görək, məsələn də, lətvət sizdən sonra 2 nəfər dalaşır. Deyirəm, dalaşan oğlanı çağırın bura. Bu hərəkət indi baş verib. Bir də ola bilər ki, mən həmişə eşitmişəm ki, tutalım ki, məsələn, bu oğlan dalaşqan oğlandır. Deyirəm, bu dalaşqan oğlan gəl. Bu indi dalaşmır, bu bədbəxt sakit oturub. Biz bunun adı çıxıb, biz də deyirik ki, o dalaşqan oğlanı gətirin bura. Yəni, daimi, o xarakterik əlamət olanda, onun xasiyyəti belə lori izah edən olanda bu sifətdir. Amma hadisə hal-hazırda baş verirsə, olur, bax, sürüşən adam bu dəqiqə sürüşür. Sürüşkən yol, o demək ki, bu yolun təbiəti belədir. Bu, kim çıxır bura sürüşür? Bu belədir, başa düşür, həmişə belədir. Yəqin ki, bunu da başa düşdünüz, burada bir problem olmaz. Bu, əslində, sifətdə demişdim, sadəcə təkrardır, yenə də deyirəm. İsimləşmə məsələsi nə deməkdir? Yadınıza gəlirsə, mən sizə sifətin isimləşmə, bu proqramda mən bunu görməmişəm, amma deyirəm sizə. Sifətin isimləşməsini hamı bilir də. Məsələn, gözəl qızlar getdi, qızı cümlədən çıxarsan, gözəllər getdi. Bu adlanır isimləşmə. Sifət sualına görə feili sifətə çox oxşuyur. Bilmirəm, siz sifətin isimləşməsində testlərdə gördünüz, görmədiniz. Belə bir şey var idi. Məsələn, var idi bir neçə sualda ki, məsələn, yazmış ki, hansı cümlədə isimləşmiş sifət var. Bu feili sifətə çox oxşuyur axı. Verir bunu qabağa. Xüsusən də o an, ən, ağa, nəyən sözlərindən daha çox istifadə edir. Məsələn, küsəyənlər gəlir. Küsəyən sifətdir, isimləşib. Amma küsənlər gəlir, feili sifətdir, isimləşib. İkisi də isimləşib. Amma biri sifətin isimləşməsidir, biri feili sifətdir. Məsələn, mən olsam testlərdə bunu çaşdıraram. Yazaram, hansı cümlədə isimləşmiş sifət var, yazaram ki, dalaşanları çağırın bura. Əslində, bu dalaşan adamlarıdır. İsimləşib. Amma sifət isimləşməyib, feili sifət isimləşib. Başa düşdünüz? Proses eynidir. Feili sifətdə ismə aid olur, həmin isim cümlədən çıxır gedir. Məsələn, tutam ki, Əli qayıdır deyir ki, yazdıqlarımı gətirin bura. Əslində, bu demək istəyir ki, yazdığım kitabları, yazdığım testləri gətirin burada. O aid olduğu test, kitab sözü yoxdur cümlədə. Başa düşdünüz? O döyülmüşləri çağırın bura. Bu döyülmüş insanlardır da, başa düşdünüz necə? O kəsilmişləri gətirin bura. Yəni, kəsilmiş inəkləri, kəsilmiş ördəkləri, kəsilmiş nəmlə o formada. Başa düşdünüz? Və gəlirik ən nəhayət feili bağlama. Ya Allah! Feili bağlamanı başa düşmək istəyirsinizsə, xahiş edirəm. Zərfi oxuyun. Zərfi də başa düşmək istəyirsinizsə, feili bağlamanı oxuyun. Çünki niyə? İndi bugün tam sizə bu aydın olacaq. Bu feili bağlamanın şəkilçiləri, burada amonim şəkilçi demək olar ki, yoxdur. Bir dənə, yox, ar yox, o mənada yox. O zərflə ortaq şəkilçi var. Mış yox, mış feili bağlamada yox idi. Araq bir dənə, bir balaca çaşdırıcı ola bilər. Danışacaq vaxtda, səbirli olun. Birinci növbədə nəyi başa düşün? Bax, yenə həmin şeydir. Fikir verirsiniz, hərəkət bildirir, təsdiq inkarda olur, tərkib yaradır, müxtəlif qrama eynidir. Gördünüz? Yəni, bu hissəni bir dəfə əzbərləsəz, qısa bir fərqlə feili sifətə də, məslərə də aid edir.
Telefon zaradkadan çıxardayım. Sonra neyini? Özümüzdə saxlayaq. Adaptör. Bu kimindir bə? Allah sizi var. Tam yeri idi elə dərsin ortasında. Başqa bir şey, çay, kofezə. Cappuccino yoxsa? Yaxşı. Qılasın görüm. Bizdə bütün xidmətlər pulludur ya. 5 manat kasaya edib gedərsin. Yaxşı. Qılasın görüm. Bu hissə eynidir. Gəlirəm bura. Baxın. Bu hissəyə bizim uşaqlar sadalanan şeylərdə, məsələn, gedirsən, tutalım ki, məsələn, dükana, kopya bizim millət kimi işləyir bu feili bağlamada. Məsələn, tutalım ki, bu qız gedir, deyək ki, dükana, deyir ki, mənim, neçə nəfər oxursunuz sinifdə? 6 nəfər. Deyir ki, mənim sinif yoldaşlarım məndən xahiş edib ki, mənə, məsələn, 6 dənə termos verin də, mən Allahım hamısını aparıb verəcəm. Bu satıcı bizim millətin nümayəndəsidirsə, bunu bir qoyanda bir arasına bir dənə bir zaymal verəcək. Ki görmür də onsuz da bir dənə sınmış bir şey, çatlamış bir şey, dəstəyi çatlamış. Bir tərbiyəçi onun arasında keçirdəcək, verəcək onu. Hə. Və təbii ki, biz də buna fikir vermirik. Bir də alır, da keçdi ki. Bu feili bağlama da belə bir şeydir. Çünki niyə? Biz sayılan şeylərə baxmırıq bir-bir. O da nə edir? Bax, feili bağlama zərfə nəyə görə oxşuyur? Tərz bildirir, zaman bildirir, kəmiyyət bildirir. Burada yer görürsünüz siz. Yox, zərfdən söhbət gedir, hələ zərfliyi demirəm. Bəli, düz deyirsən, feili bağlama nə yer zərfliyi olur, zərfliyi. Nə də məqsəd zərfliyi olur? Hə, o iki dənəsi olmur. Zərfliyin, biz demirik, feili bağlama belə bəhbəhlə deyirik, yalnız zərfliyi olur, yalnız zərfliyi olur. Zərfliyin 6 məna növü var da, zərf demirəm, amma zərfliyin. Səbəb məqsəd olan zərfliyin. Amma bu o demək deyil, feili bağlama zərfliyin 6 məna növünün hamısında olur. Yer 4 olur. Yer olmur. Çünki burada da yer məzmunu görməyəcək. Heç bir feili bağlama şəkilçisi, indi yaxşı ki məqama toxunduq, görəcəksiniz ki, məkan məzmunu bildirmir. Və bir də məqsəd bildirmir, səbəb bildirir. O səbəb bildirir. Məsələn, düşməndən qorxaraq geri çəkildi, səbəb. Başa nə bilim, yıxılıb ağladı, səbəbdir də. Niyə ağlayıb? Yıxılıb. Amma məqsəd bildirmir, yer də bildirmir. Yəni, sabah bunların arasına bir dənə yer sözünü də salar. Siz də o sayılanlara baxmırsınız. Deyəcəksiniz, düzdür də, nə düzdür? Orada yer artıqdır. Bax, yenidən deyirəm. Bunu dərk eləmək istəyirsinizsə, feili bağlamanın şəkilçilərini və nümunələrini oxuyanda fikir verin. Heç bir feili bağlama şəkilçisi məkan məzmunu bildirmir. Getdik. Bax, tərz bildirə bilər, tərz hərəkət zərfi ilə qarışdıracaqsan. Zaman məzmunu bildirənlər var, zaman zərfi ilə qarışdıracaqsan. Qısa da olsa, doyunca, məsələn, çox yedi mənasında, cüzi də olsa kəmiyyət bildir. Əsasən tərzdən zaman olur. Daha çox tərzdir, sonra zamandır. Ən çox tərz hərəkət zərfi ilə qarışdırılır. Amma yer bildirən belə bir şəkilçi yoxdur. Getdik, vaxt itirmədən. Bax, öb şəkilçisi. Keçmiş zamanda da var idi. Biz dedik onu necə ayırırıq? Öbdən sonra dır artırırıq. Bəs bunu niyə eləyirik? Şuurlu surətdə eləyək də, başa düşək niyə? Biz belə bir ifadə işlətmişik də. Riyaziyyatda deyirlər, aksioma deyə bir şey var. Yəni, elə bir şeydir, izahata ehtiyacı yoxdur. Şey da belədir. Biz belə bir şey demişik ki, bunu belə qəbul eləyin də siz, demirəm bu aksiomadır. Feili bağlama deyirik, yalnız zərflik olur. Belə demişik də. Düzdür. Sonra demişik ki, feilin şəkilləri ki var, əmr, xəbər, arzu, vacib, xəbər, daxil. Yalnız nə olur? Feili xəbər olur. İsmi xəbər də olmur və başqa bir cümlə üzvü də olmur. Aha, deməli, ıb zaman şəkilçisi olsa, cümlənin yalnız xəbəri ola bilər. Feili bağlama olsa, yalnız zərflik olar, deməli, xəbər ola bilməz. Deməli, bizim əlimizdə bir ipucu var. Xəbər ola bilir, xəbər ola bilmir. Biz də onu xəbər eləməyə çalışırıq ki, Rəşid, yoxlayaq. Düz oturun. Hə, xəbər ola bildi zamandır, çünki biri ola bilir, biri ola bilmir də. Ola bilmədi, feili bağlamadır. Onun üçün də rahatlıqla dır artırırıq. Məsələn, deyək ki, Asif bugün mətnləri yazıbdır. Olur. Düzdür? Amma biz deyə bilmərik axı, məsələn, Zəhra kitabını açıb, testləri yazmağa başladı. Zəhra kitabı açıbdır, testləri yazmağa başladı. Belə şey olmur axı. Yəni, burada ıbı siz dırla sonlandıra bilmədiniz. Heç dırı qoyuram qırağa, oturub fikirləşin, bu cümlənin xəbəridir yoxsa yox. Xəbər deyilsə, deməli, feili bağlamadır. Sonra, feili bağlaması həm tərz məzmununu bildirə bilər. Məsələn, deyək ki, müəllim
əlini divara söküb bizə baxır, dayanıb. Məsələn, bu mənim dayanış tərzimdir. Əllərimi divara sökəmişəm, əlini çənəsinin altına qoyub, bizə baxırdı. Bu tərz bildirə bilər. 1. Səbəb də bildirə bilər. Düşmən qorxub geri çəkildi. Qorxaraq da yeyə bilərsiniz. Səbəb bildir də. Üzr istəyirəm. Hə. Bunları başa düşdünüz. Sonra ıb bir də ikinci dərəcəli işi ifadə eləyir. Bu nə deməkdir? Məsələn, bir dənə bu cümləni müqayisə eləyin. Tutam ki, Əli, düzdür, çoxunuz belə eləyirsiniz, prosta yenə də. Əli kitabı açıb oxumağa başladı. O öz yerində. Bax, burada əsas iş, 2 dənə iş baş verib də. Bir kitabı açıb, 2 də güya oxuyub. İndi burada əsas iş hansıdır? Kitabı açmaq yoxsa oxumaq? Yox, açıb niyə? Şəkil çəkəcək. Niyə açıb? Oxumaq üçün açıb. Düzdür, siz elə əsas işiniz açmaqda qutarır. Açırsınız kitabı, pisiyor, qalıb baxırsınız kitaba. Bu kitabı ona görə açıb ki, oxusun da, yəni əsas iş oxumaqdır. Məsələn, deyirəm ki, tutalım ki, Amir dolmanı qızdırıb yeməyə başladı. Bu əsas iş nədir? Yemək. Bu dolmanı qızdırıb, təzdən soyudub, sonra yenə qızdırma. Əsas bunun işi o adı deyil də. Bu niyə qızdırıb? Yesin. Düzdür. Məsələn, tutalım ki, mən pencəyi götürüb əynimə geydim. Mənim əsas işim bunu geyməkdir də. Mən bunu götürüb, baxıb, təzdən yerinə qoyan deyiləm ki. Yol çıxıramsa bunu geyməliyəm də. Başa düşdünüz nəyi demək istəyirəm? Asif çayı süzüb, içməyə başladı. Çayı süzür, sonra çıxıb getməyəcək ki. Bu özü üçün süzübsə, içmək üçün süzüb də. Yəni, ıb feili bağlama şəkilçisi olanda həm də yardımçı, ikinci dərəcəli, yəni əsas işdən, tutalım, deyirəm ki, Rahidə qapını açıb, otağa daxil oldu. Bu qapını aç, bağla, bu məşq eləmir ki. Bu qapını açıb ona görə ki, içəri girsin. Bu idman zalı deyil ki, bura. Başa düşdünüz bu nə demək istəyirəm sizə? Bu qapını açır, sonra yenə bağlayır. Yenə açır, yenə bağlayır. Qapını yoxlamırsınız ki siz. Usta deyilsiniz ki. Açır ona görə ki, içəri girsin. Yaxşı. Sonra bu A şəkilçili feil var. Bunu tərz hərəkət zərfi götürənlərədir. Gülə-gülə. Şükür Allahın məsləhətinə, şükür. Birinci yolunuzu tapa bilərsiniz, yerinə araq qoya bilərsiniz. Uşaqlar, araqdan möhkəm yapışın. O siz fikirləşdiniz, arağı demirəm. Şəkilçi arağı deyirəm. Ayso. Bəli. Sizin üzünüzdə, gözünüzdə gülüş əmələ gəldi. Yaxşı uşaqlar, deməli nə edirsiniz? Gülə-gülə sözündə götürürsünüz araq şəkilçisini, götürürsünüz arağı, Aysa. Gülərək, qaça-qaça, qaçaraq. 3 dənə sözdən ehtiyatlı olasınız. Dama-dama sifət ola bilər, bir də feili bağlama ola bilər. Necə? Məsələn, dama-dama köynək, necə köynək? Sifətdir. Bu olur, bunda belə. Bir də dama-dama göl olar, yəni damaraq, bu damır da və yaxud da məsələn, evimiz var, deyirik ki, dama-dama buranın darmadağını elədi. O damırsa, feili bağlamadır, bəli. Hadı dama-dama, damcılıya. Hərəkət və feili bağlama. Əlbəttə, bu qədər rahat, bu qədər bəsit. Sonra, tikə-tikə. Biri xırda-xırda. Məsələn, deyirəm ki, məsələn, deyək ki, Amin deyir ki, kabab üçün əti tikə-tikə doğradıq. Bu əti ətə niyə tikək? Dərzi zatsız. Bunu xırda-xırda doğramışsınız da. Bu mənada zərfdir. Amma nənəm mənə corab tikə-tikə nağıl danışırdı. Nənə burada 2 dənə iynə ilə məşğuldur. Burada proses gedir. Başa düşdünüz? Bu olur artıq feili bağlama. Çünki bu feildir, hərəkət bildirir. Dönə-dönə. Məsələn, deyir ki, atam mənə dönə-dönə tapşırıb ki, dərslərini oxu. Ata belə danışır. Qızım dərsimi oxu ki, nana. Qızım dərsi belə deyil axı. Beton qarışdıran maşın deyil ki bu. Qulaq asın. Və bu dəfələrlə mənasını verir deyənə zərfdir. Bunu tərz hərəkət zərfi götürməyəsiniz. Zərfdir, feili bağlama deyil. Uşaq deyirəm hansı zərfdir, deyir tərz hərəkətdir deməlidim. Onda belə çıxır, həqiqətən dönür. Müəllim bizə dönə-dönə tapşırdı ki, testi yazın. Mən niyə dönüm? Bu miqdar zərfidir uşaqlar. Yəni bir dəfə deməmişəm, 2 dəfə deməmişəm, çox demişəm. Miqdar zərfidir. Yəni dəfələrlə mənasını verir. Yaxşı? Bir də qoşa-qoşadır. Məsələn, uşaqlar qoşa-qoşa əyləşib. Yəni 2-2 əyləşib. Və yaxud da qoşa-qoşa gəlin, 2-2 gəlin.
Bir də var qoşa-qoşa gəlin. Məsələn, ustasınız, kənddə məsələn bu kəndin işığını qoşursunuz, sonra keçirsiniz, o birisi qonşu kəndin işığını qoşursunuz. Yavaş-yavaş qoşa-qoşa gəlirsiniz, bəli. Və yaxud da məsələn ustasınız, deyək ki, santexniksiz, evdə su xəttini qoşursunuz, birinci mərtəbəni qoşursunuz, sonra ikinci mərtəbəni o birisi otağı qoşa-qoşa qalxırsınız yuxarı. Ay sağ. Bunu iki cür düşünmək olar da, bir bax qoşa-qoşa qalxırsınız yuxarı. Bir bax qoşa-qoşa qalxır. Yaxşı. Başa düşdünüz bunu uşaqlar? Ey başa düşdünüz o? Qoşa-qoşanı yaxşı başa düşərsiniz. Hə. Sonra armaz. Gələr gəlməz, bişirər bişirməz. Madan. Bir dənə sizə söz deyim uşaqlar. Bax. Dıqca önca. Bax görürsünüz dıqda. Sonra anda. Bu ikisinə fikir verin. Dıqda anda. Bundan sonra bəzən n işlənir. Dıqdan, andan. Bu sonunda n olanlar feili sifətdir. Elə bir an feili sifət hallanıb da. Andan n. Bir şey yaddan çıxarmayın uşaqlar. Feili bağlama qoşma ilə işlənmir. Yazır ki, evə çatandan sonra, çatdıqdan sonra uşaq bunu feili bağlama götürür. Qulağınızda sırğa edin. Feili bağlama qoşma ilə işlənmir. Bir də belə bir şey də ola bilər. Sizin qabağınıza bu testlər çıxıb və bunu siz səhv eləmişsiniz. 1. Bax, anda sözü feili bağlama şəkilçisidir, düzdür? Zaman bildirir də, məsələn, qaçanda yıxıldı. Nə vaxt yıxıldı qaçanda? Bəzən insan anlayışı bildirir. O zaman... Anda bölünə bilər. İndi onu gəlirəm də, sən məni qabaqladın. Yox, zaman mənası bildirəndə bölünmür. Bir sən nə vaxt bölünür? Deyir, məsələn, mənim qələmim kimdədir? Deyir, o deyir, o yazanda. Bölünsə zaman mənası bildirir. Yox, qulaq aslında belə deməyək də. İndi onu deyirəm də, sən tələsirsən, bir də səbirli ol. Bax, deyir ki, qələm nə vaxt sındı? Deyir, yazanda. Nə vaxt sındı? Yazanda, yəni yazan vaxtı. Salam. Hə. Bir dənə də fikir ver. Məsələn, sən ruçkavı kimsə götürüb, deyək ki, bu sinifdə 20 dənə uşaq var. Sən yazırsan, ruçkanı qoyursan, çıxıb gəlsin ki, sənin ruçkan yoxdur. Düşünə, mənim ruçkam kimdədir? Deyəm ki, məsələn, Xədicə deyir, Nərgiz deyir ki, məsələn, o deyir, o yazanda. Əslində demək istəyir ki, yazan adamda, yazan şagirddə. Burada feili sifət isimləşib. Elə bir an feili sifətinin üstündə yerlik hal şey, elə bir an pülüsdadır da bu. Başa düşdünüz? Yazanda sonra yazan kimi baxsa. O formadadır. An feili sifətdir, dada da hal şəkilçisi, feili sifətdir o. Var idi belə, güvəndə belə testlər işləmişik biz. Məsələn, lapatka kimdədir? Qazanda. Qazturkanın içində yox ha. Yəni qazan adamda. Məsələn, qazanda lapatka sındı. Qazanın içində sınmayıb da, qazan vaxtı sınıb. Aysa, qazan zaman, aysa. Bəli. Məsələn, deyir ki, yatanda xorulduyuram. Bu feili bağlamadır. Deyir, mənim balışım kimdədir? Deyir, o da yatanda. Yəni, yatan adamda da. Şəxs mənası ifadə eləyəndə feili sifət an, ən, plus hal olur. Bir də uşaqlar, feili sifətdə mənim demək yadımdan çıxdı. Dığım şəkilçisi var idi, dıq plus mənsubiyyət. Bəzən dıq plus mənsubiyyətdəki mənsubiyyətin yerinə, bunu əksər kitablar heç yazmır, eşitirsiniz. Feili sifət dıq plus mənsubiyyət var. Mənsubiyyəti bəzən hal əvəz eləyir. O olur dıqdan n, dıqdan n. Ona görə deyirəm ki, sonunda n olanlar feili sifətdir, olmayanlar dıqda, anda, normal vəziyyətdə. Feili bağlama, dıqdan, andan feili sifətdir. Elə bir dıq plus hal, mənsubiyyətin yerinə. Başa düşdünüz? Bir dənə də dığın feili sifət şəkilçisi vardı, yazdığım, oxuduğum. Biz deyirik ağzımızda dıq plus mənsubiyyət. Orada mənsubiyyət bölünmür ha. Dığım bütöv götürülür. Hətta ortaya lar şəkilçisi girir. Yazdıqlarım, oxuduqlarım yenə bölünmür. Yəni dığlarım bir dənə şəkilçisidir. Oxuduqlarım, dığlarım bir dənədir. Parçalanmır. Çünki siz onu parçalasanız çox iyrənc bir vəziyyət yaranacaq. Mənsubiyyəti ayrı götürdün, ları ayrı götürdün, qalacaq əlində dıq. Dığı da biz demişik bölürük də D ayrı, Q ayrı. Böləndə də D orada çıxır keçmiş zaman şəkilçisi. Yaxşı bir keçmiş zamansa feili sifət hanı? Feili sifətsə keçmiş zaman hanı? O pişik söhbətinə dönür də pişik yanı ət hanı? Həmən məsələ. Başa düşdünüz? Sual var bunlarla? Yoxdur.